Hə dostlar, mən YouTube vasitəsilə Laçın Ümiri kəndindən hər kəsi salamlayıram. O yerdən ki, mən indi dayımın məhləsi, rəhmətli Müzəffər dayımın burada nəvəsi, nəticəsi, bax burada gəlib yerimizi, yurdumuzu ziyarət edirik. Yəni, nəvəsi, qız nəvəsi Əlağadır, sonra Nihat balamız demək nəticələrdən biridir. Sonra Əlağanın oğlu Musa yenə nəticədir. Bax burada gəlmişik Müzəffər babanın, Müzəffər dayımın yerin yurdunu ziyarət eləməyə. Allah Müzəffər dayıya rəhmət eləsin. Müzəffər dayının həyat yoldaşı Nəciz bibim, oğlu Raqib rəhmətə gedib. Allah hər üçünə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. İndi mən bu ikinci videodur Müzəffər dayımın, yəni Balaşçı babamızın oğlu Müzəffər dayımın yerindən çəkiliş edirəm. Balaşçı babamız orada deyim ki, ermənilərə qarşı döyüşən ilk adamlardan biri olub. Bax indi onların məhəllədə elə əkin bütün yerləri olmadığı üçün burada bizim yerdə əlavə olaraq onların belə bostan yeri olub, bağ yerləri olub. Bağ yerindən indi erməni milləti bax bu arxa tərəfdən də burada yaşayış olmayıb, ancaq yenə də bu yerlərə də əl qoyulub, dağıdılıb. Bax qoz ağacını sizə göstərəm, kəsilir, sonra belə indi biraz yaş, biraz quru, bax belə bir balaca kötüyü yerindədir. Bax bu yerdən başlayır Müzəffər dayımızın yeri. Mən indi aşağı düşə bilmirəm, burada bizim su linəmiz gedir, dağılıb, yəni oraya düşmək çox çətindir. Ona görə də mən elə bağın üst tərəfindən çəkirəm. Bax bu yolun üst tərəfindən siz görün ki, od verilib, yandırılıb. Bax bu çox böyük bir dənə nəhəng ağacı olur. Mən də bilmirəm bu çınar ağacıdır, yoxsa qoz ağacıdır, onu deyə bilmərəm. Ancaq yandırılıb, məhv olunub, yəni nəsə götürülür. İndi bu ağacın heç bir qanadından da yerdə qalmıyor. Sonra buradan ikinci qoz ağacıdır. Mən sizə göstərəm. Burada böyük qoz ağacları olub vaxtıyla. Bu həmin bu yerdən kürsü keçir deyil. Bu suyun hesabına bir balaca yaşlılığı qoruyub saxlayıb bu, bax bu bağı. Deməli özündən bitmə ağaçlar çoxdur. Aşağıda görürəm, mən ora heç mümkün deyil düşmək. Bax belə armud ağacıdır, görürsünüz. Sonra su buradan gedir, su linənin altındandır. Su linəsinin altı iləndir həmin yerin sahəsi. Biraz da qabağa gedim. Burada dayımın dediğim kimi bağ yeri olur. Bütün meyve ağaçları burada çok güzel meyve ağaçları olubdur. İndi həmin meyve ağaçlarının heç biri burada görsəmir, yox. Ancaq qalan vəhşi ağaçdır. Bax vən ağacıdır, özündən bitir. Burada itburnudur. İtburnun çiçək vaxtıdır, görüşür. Çox gözəl çiçəyi var. Hamı bilir ki, itburnun izahına dəyməz. Dərman bitkilərindən ən güclü dərman bitkilərindən C vitamini olan itburnu. Sonra belə buradan çəpər yeri görüşür. Çəpər yeri görüşür, quruyur, tamam. Gedib aşağıda yenə də bir dənə yenə vəhşi ağaçdır. Qaramıq deyirlər bu ağaca. Sonra vən ağacıdır. Üstə gəl bu tərəfdən çəkim. Yenə buradan bax bir dənə qoz ağacıdır. Aşağıdan ola bilsin ki bu ağaçlardan özündən bitmə də var. Bax cavalıdır. Yalan demirəmsə gəl cavalıdır. Mən tam dəqiq belə araşdıra bilmirəm. Bax burada bir dənə qoz ağacı. Sonra keçir buradan yenə itburnu koludur buradan. Deməli bu da piltan dediğimiz bax belə bir bitkidir. Burada rast gəlmişik. Demək bizim bu yerlərdə hökm deyildi ki, hansısa ağacı əkəsən, yəni ona göstərən meyvə ağacı olsun deyə, yəni ki ona qulluq eləsən. Yox. Təbiətin öz yaratdığı, öz gücünə deməli bizdə bir çox ağaçlar var ki, meşədə də
vəhşi təbiətdə də bitir. Yəni onun meyvələrindən biz istifadə eləmişik. Fındıq ağacıdır, sonra qoz ağacıdır, sonra yemişandır. Haruş deyilən bir ağac var, odur, cərmişovdur. Mən burada hər bir bitkini mən tam dəqiq bir sanıya bilmirəm, ancaq yəni bu ağaçlarla bizdə təbiətdə mövcuddur, yəni hər yerdə var. Yəni həm öz əkdiyimiz ağaçdan biz istifadə eləmişik. Bax bu yerdə gördüyünüz bu məhəllənin aşağısı, bax bu hissələrdə açıq bir balaca elə mən düşüm aşağı da elə çəkirəm. Fırça da olsa yıxılmasam yaxşı olar. Ay. Buradan yenə hələ bir balaca başqa çəkmək. Bax oradan bu yerin sonu görükür, o da bir dənə bütöy böyük ağaç görükür. Bir xeyli ərazidə daimcilin burada meyvə ağaçları olub, vaxtı ilə istifadə olunubdur. Biz də demək gəlirdik bu bağa, buradan almadan, armuddan daim hər vaxt olmuyor, burada bibim olurdu. Bibim bizi almanın, armudun deməli deyim ki eşki ilə gəlirdik, yox elə həm gəlirdik bibimlə burada bostana baxırdıq, işləyirdik, kömək edirdik, həm də bizi armuda almaya qonaq edirdi. Biz də o armuddan dadmışıq və onu biz yəni görmüşük. İndi mən düşmüşəm sırf elə bax elə təmiz bura bağ yeri, bostan yeridir. Bax bu hissələrdə də belə açıq yerlər var. Bax bu yerlərdə bizdə bibim kartof əkirdi. Mirinin də kartofu bütün Laçın rayonu bilir ki, bizim miri kartofu Azərbaycanda ən dadlı kartoflardan biri olub. Mən indi durum buradan Gədəbəy kartofun pisliyim, o biraz yaxşı çıxmaz, ancaq Gədəbəy kartofu bizim kartofla müqayisə eləməli deyildi. Bizim kartof daha dadlı, həm yeməli, istər yemək üçün, istər belə kartofu soyutma edirdik. Çox gözəl dadı olurdu. Bax bizim bu yerlərdə əmələ gəlirdi. Bazara çıxardanda bizim kartof demək olar ki, birinci növbədə satışa gedirdi. Həm baha qiymətə alırdı cəmaət, həm də bilinirdi ki, bu miri kartofudur. Biz bu 33 il keçi var aradan həmin kartofa hələ bir dəfə də olsun başına biz rast gəlməmişik. Bura bizim dayımızın, Müzəffər dayımızın əkin biçin yeri, bağ yeri. Daha burada elə bir şey qalmadı, o qədər də sizə göstərim. Yəni də lazımı kimi mən sizə buradan çəkdim, göstərdim. Üstəgəl bizim bu qırpılaq suyumuz gedir bizim. Mən görüm keçə bilərəmmi bu suyu? Suyun, hay Allah, suyun səsi buradan, şırıltısı. Görün nə qədər adama ləzzət verir. Burada sanki bir dənə şəlalə yaranıb. Deməli, bu kəndlər, bizim kənddə bir neçə şəlalələr var. Çay yuxarı bizim şəlalələrimiz var. Demək, heç bir vaxtı ilə şəlalələrə bizə ad qoymamışıq. Elə biz şırdan demişik əslində. Biz bilirik ki, bizim kəndin içində harda şırdan var. Biri Şırdan Marif'in evinin altında değildi. Sonra bir şırdan var idi, rahmetli Hasan kişinin evinin altında. Bir şırdan var idi, rahmetli Emir dayıcının evinin yan tarafında Makavanın şırdanı değildi. Belə bizim kentdə 6-7 tane şırdan var, ancaq bizdə üstəgəl burada öz başına bir dənə bax belə şırdan şəlalə yaranıbdır. Mən sizə bunu dəqiq buradan göstərəcəm. Siz də baxın, gör nə qədər ləzzətli, bax, xoşa gələn bir şəlalədir. Bu şəlalənin gelir xaricdə demək, çəkirlər, paylaşırlar. Belə biraz da şişirdici danışırlar. Ancaq biz burada bu şəlaləni demək, bu şəlalə deyil əslində. Suyun buradan dağılıbdır. Sağlı olsun, biz buna çıkan vaxtı biz bunu bərpa edəcəyik. Yəni qaytaracaq öz kəndimizə. Demək, öz başına yaranır. Bu suyun burada gücünə üstə gəl, bax belə özündən bitirə burada yarpız var. Qara yarpız deyil burada. Ben bundan bir tanesini dadım, bakın.
biraz belə yarpızı hamı bilir ki, biraz da çəksizdir. Adam yerində biraz çətinlik çəkir. Ancaq bunu yeməklə yeyirsən, yəni göyərti kimi də, salat kimi çox gözəl olur. Həm də bir çox xəstəliklərin dərmanıdır. Biz bundan çay dəmləyirik. Və indi bu su deməli bizim Qırxbulaqdan gəlir. Milin ərazisi sayılır. Qırxbulaq ərazisi. Qırxbulaqdan gələn sudur. Biz bunu aparıb bir neçə kəndə, Quşlu kəndində, bizim Mili kəndi, Bozlu kəndində bu sudan istifadə edilir. Ancaq indi buradan baxımızda hizbatından belə partlayıb su gedir. Turbası da bax görün 150'lik ki bilmirəm nə qədərdir. Bu yoxsa turba ilə, çuğun turbalı. Mən indi bu su tərtəmiz sudur. Ben bu sudan da biraz içeyim. Qırxbulağın suyu həqiqətən də çox ləzzətlidir, çox dadlıdır, həm də çox soyuqdur, buz suludur. Bu da bizim daimin yerində olan bax bu şəlalə. Elə mən deyirəm ki, indi Müzəffər daimin məhləsində olan bu şəlalədir. Artıq mən bu videoda çəkmişəm. İndi daimin nəvə nəticəsinə gəliblər. Şələlərin başlarından durub bir balaca video çəkirlər. Mən ancaq bir balaca düşdüm aşağı. Xoşum gəldi bu şəlalə kimi bu hissələ çəkdim, sizə paylaşıram. Yəni deyirəm bunun yaddaşda qalsın, hamı da hər kəsdə görsün. Ay Mirzə, indi bizim bax belə atamızın yurdundan qalan bax bu düzdür. Bağ bostan yoxdur, ağaçlar yoxdur, vəhşi ağaçlar bitib. Üstə gəl sizə bax bu şəlaləni çəkdim, sizə göstərdim. Bu daimi məhləsində bu qədər. Xəttə qalın. İnşallah videonun davamı gələcək. Bir daha hər kəsə videonu izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.